Şəmkir rayonunda 54 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. Hadisə bu ilin mayın 3-də arvadın bircə yaşadıkları evdə baş verib. 1971-ci il təvəllüdlü Həbib arvadı Zahirə ilə mübahisə edib. Onların arasında mübahisənin baş verməsinə səbəb isə arvadının gecə evdə qalmaması üstündə olub. Bu səbəbdən baş vermiş mübahisə əsnasında o, zərər çəkmiş şəxsin baş nahiyəsinə əl zərbələri ilə vurub. Hadisəni törədən Həbibin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, arvadı təbii ehtiyacını gecələr ayaq yoluna etməyib, evə qab gətirməsi səbəbindən dəfələrlə ona bu barədə irad bildirib və xəbərdarlıq edib. Hadisə günü saat 12:00-da yaşadığımız evdə yenidən zərər çəkmiş şəxs ilə evdə qab gətirməsi ilə bağlı mübahisə etdi. Zərər çəkmiş ünvanıma nalayiq ifadələr işlətdi. Mən də əsəbləşərək zərər çəkmiş şəxsin baş nahiyəsinə yumruq zərbəsi ilə vuraraq onu döydüm deyə o ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Zahirənin sözlərinə görə mayın 2-də ərinə zəng edib və gecəni qızının evində qalacağını bildirib. Həbib də mənimlə razılaşdı. Mayın 3-də saat 12:00-da yaşadığım evə gəldim. Ərim gecəni evə gəlməməyimə görə sözlə irad bildirdi. Daha sonra isə yumruq zərbələri ilə baş nahiyəmə zərbələr vuraraq məni döydü deyə zərər çəkmiş ifadəsində göstərib. Bu cinayət işinə Şəmkir rayon məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirlənən şəxsin üzərinə cəza çəkmə müddətində Şəmkir rayonunun hüdudlarını tərk etməsi qadağan olunub. Onun bu müddətdə Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməməsi tapşırılıb. Ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub. Bundan başqa Siyəzən rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə bu ilin martın 20-də rayonun kəndlərindən birində baş verib. 1987-ci il təvəllüdlü Ülvi həmin gün saat 18:00-da özünə məxsus olan fərdi yaşayış evində arvadı İnarə ilə mübahisə edib. Aralarında şəxsi ailə münasibətləri səbəbindən yaranmış mübahisə zamanı o zərər çəkmiş şəxsin boyun nahiyəsindən bir neçə dəfə yumruq və sol ayağından isə 2 dəfə təpiklə zərbə vurub. Hadisəni törədən Ülvünün barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, martın 20-də axşam saatlarında yaşadıkları kənddə Novruz bayramını ailəsi ilə birgə qeyd edib, bir qədər sonra arvadı ilə arasında mübahisə yaranıb. Bu zaman arvadımın boyun nahiyəsinə yumruqla sol ayağını isə təpiklə zərbə vurdum. Hazırda arvadım ilə barışmışam, onunla birlikdə yaşayıram. Onu da qeyd edim ki, əvvəllər spirtli içki qəbul etsəm də hazırda ibadət edərək pis vərdişlərdən uzaq dururam. Odur ki, əməlimdən səmimi peşmançılıq hissi keçirməyim nəzərə alınsın deyə o ifadəsində göstərib. İş üzrə zərər çəkmiş İnarənin sözlərinə görə Novruz bayramı günü, yəni martın 20-də axşam saatlarında əri Ülvi yaşadıkları evə sərxoş vəziyyətdə gəlib. Habelə bu zaman ərim ilə aramızda yaranan mübahisə nəticəsində mənim boyun nahiyəmə və sol ayağıma zərbələr endirməklə məni döydü. Bununla belə hazırda ərimlə barışmışam, ona qarşı heç bir şikayətim yoxdur deyə
inarə ifadəsində göstərib. O həmçinin qeyd edib ki, təqsirlənən şəxsi əvvəllər sərxoş vəziyyətdə onu döysə də, hazırda bu pis vərdişlərindən uzaq duraraq ibadət edir. Odur ki, ərimlə barışmışam, ərim işləyərək bircə nikahdan doğulmuş 2 yetkinlik yaşına çatmayan övladımın maddi tələbatlarını qarşılanmasını, nəzərə alınmasını, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini istəyirəm deyə zərərçəkmiş ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Siyəzən rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il müddətinə islah işləri cəzasına məhkum edilib, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilib. Qusar rayonunda isə 37 yaşlı kişi ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirib, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini 1988-ci il təvəllüdlü Akşin yaşadıkları evdə aralarında yaranmış mübahisə zamanı arvadı Afaqla mübahisə edib. Bu zaman təqsirlənmiş şəxs odun sobasının üzərindəki içərisində qaynar su olan çaydanı arvadının üzərinə atıb, qadın qaynar suyun tökülməsi nəticəsində xəsarət alıb. Hadisəni törədən Akşinin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, məlum hadisə günü saat 10-11 radələrində yaşadıkları evdə olan zaman arvadı Afaq pulu arağa xərclədiyi üçün onu danlayıb və mübahisə etməyə başlayıb. Mübahisə zamanı arvadım məni söydü, əsəbləşərək özümü də, arvadımı da söydüm. Həmin vaxt otaqda olan sobanın üzərindən qaynar su dolu çaydanı götürdüm və arvadım tərəfə atdım. Çaydan yerə dəydi, içərisində olan qaynar su arvadımın ayağının üzərinə dağıldı deyə o ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Afaqın sözlərinə görə əri Akşin son vaxtlar mütəmadi olaraq spirtli içki qəbul edib, spirtli içki aludəçisinə çevrilib. Onunla tez-tez münaqişə yaradıb. Hadisə günü saat 11 radələrində evimizin yataq otağında yerə salınan yeri silən zaman ərimin spirtli içki olan araq içdiyini gördüm, ona irad tutdum. Ərim məni söydü, üzərimə qaynar çaydanı atacağı ilə hədələdi. Bu sözünə inanmayaraq yeri silməyə davam etdim. Anidən ərim qaynar su ilə dolu çaydanı üzərimə atdı. Çaydan sol ayağıma dəyərək içərisindəki qaynar su həmin ayağımın üzərinə dağıldı. Nəticədə ayağım yandı deyə zərər çəkmiş şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Qusar rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkmişlə barışıb, həmçinin qadın ərini bağışlayıb, bununla bağlı məhkəməyə sənəd də təqdim ediblər. Bu səbəbdən təqsirlənən şəxsin barəsində ittiham edici hökm çıxarılmayıb. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən onun barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.